övladım vətən üçün şəhid oldu. Ağlama, qəbrinin ətrafı küllərlə doldu. Sən qalma gözü yaşlı, şəhidlər unudulmur. Qan yerdə qalmayacaq, silahlarımız da susmur. Sakit ol, Azərbaycan xalqı yatır. Oyadan olmasın, qayadan olmasın. İşlərimiz yırtarıq, çənələri, çox görmüşəm belələri. Azərbaycan yığılın, qorxudaq pərələri. Gecələri, bozqurt kimi qorxaqdı belələri. Düzülən, düzü sənin yaşın satmır, düzü nədir? Qarabağ bizim olmadı, ora sanki gəri nədir? Biz canalıq, bax deyir, dəli nədir? İtilədin, bıçaqları, vuran füzdən iraqları. Dağıda gedək, biz də sökək bir də bu dağları. Ağaca da gücümüz satar, hələ qıraq bu dağların. Yaxınlardan başlayaq, fəth edək uzaqların. Hücuma keçək, qan tər edək, Qarabağımız qan ağlayır. Mən Azərbaycan xalqının qadınlarından, o mərd qadınları var ha, onlara müraciət edirəm. Mən də anayım, hamımız anayım. Mənim başıma, balamın başına gətirənləri, bütün oğlanların başına, bütün əskərlərin başına gətirə bilərlər. Xahiş edirəm, mənim səsimə yardıma səs verin. Xahiş edirəm, sizdən başqa heç nə istəmirəm. Bir də onun cavabını verin ki, bu səni niyə bu bilə qoyublar? Heç nə istəmirəm. Erməni öldürsəydi, məni yandırmazdı. Öz millətim bu günə salıb mənim balamı. Artıq vərdiş etmişik, şəhid var sözünü eşitməyə. Arxamızda yoxdur kimsə, inanıb güvənməyə. Qarabağda bilmirik, necə Allah ümidlər ölüb. Artıq buna da razıyıq, əl açıb Qarabağ dilənməyə. Xalq qorxu içində yaşayır, buna dözmək olmur. Alzaq söz yoxdur, söz demək olmur. Televiziyada toy bayram düşü verilişlər. Atəşkəs pozulub deməkdən çənələr yorulmur.